Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər və valideynlər. Bugün sizlərə 7-ci sinif Azərbaycan dili dərsindən olan tapşırıqların izahını verəcəyim. İzaha keçməzdən əvvəl kanala abunə olmağı və bəyənməyi unutmayın. Bu gün artıq 7-ci sinifin son izahındayıq və ümumiləşdirici təkrar hissəsindəyik. Burada 1 və 2-ci suallar, sizin nəticə çıxaracağınız bir suallardır. Burada məsələn keçdiyiniz dərsləri ümumiləşdirib qısa şəkildə məzmunu danışmalısınız. Yəni orta əsrlərdə Azərbaycan mədəniyyətini və burada tarixi şəxsiyyətlərin yerlərinin adları çəkilir. Məsələn, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə olsun, Xeyriyyətçi Hacı Zeynalabdin Tağıyev olsun. Yəni Molla Nəsrəddin jurnalında iştirak edən şəxslər, məsələn, Oruc Qəmbər və Abuzər Orucov qardaşları var idi. Biz burada tanıdıq onları. Belə bunlar haqqında siz özünüz danışmalısınız. Ona görə mən 3-cü sualdan başlayacağam. Köməkçi nitq hissələrini qruplaşdırıb cədvələ yazın. Baxaq. Deməli nədir? Nidadır. Üstünə də yazacağam. Bəlkə modal sözdür. Anam da deməli da bağlayıcıdır. Elə yoxuya getmişdi. Elə də ədatdır. Vay nidadır. Allah səni yox eləsin. Nə mundar səsi var. Nə də burada ədatdır. Sənəm xanım həyəcanla cah bunlar da nədir? Bağlayıcılardır. Cah da bağlayıcı. Oy, pis oldu. Evin son beşi olduğuna görə nədir? Burada qoşmadır. Hamı onun başına pərvanə kimi yenə qoşma dolanırdı. Çərkəz axıra can, burada can qoşmadır, bitişik yazır. Tab gətirə bilməyəcəkdir. Belə. Altına xətt çəkilmiş sözlərin nəqli keçmiş zamanda işlənmiş, təsvirlənən fe'l ya fe'li bağlama olduğunu müəyyən edin. Deməli, baxaq, biz burada ıbları görürük təbii ki. Ib da ya nəqli keçmiş zaman ya da ki fe'li bağlama olur. Fe'li bağlama olan zaman tərz əsasən bildirir. İndi baxaq, burada deyir ki, cilvələnib nə qarşında durubsan. Durubsan, bax, qarşında nə etmirsən? Durubsan. Baxın, nə etmirsən sualına cavab verdi. Yəni, durmusan kimi. Deməli, buradakı fe'ldir. Amma məsələn, cilvələnibdəki bu artıq ib olan fe'li bağlama olacaq. Nə tərzdə qarşında durub, cilvələnmiş formada belə. Mələk sən çıxıbsan cənnət bağından. Nə etmirsən? Çıxmısan. Baxın, burada yenə fe'ldir. Başqası da yoxdur. Deməli, bunlar təsriflənən fe'ldir. Bu durubsandan çıxıbsan təsriflənən fe'ldir. Amma bir dənə cilvələnib təsriflənməyən, fe'li bağlamadır. Altına xətt çəkilmiş sözü eyni məna daşıyan söz plus qoşma ilə əvəz edin. Baxaq. Hər kim çətinliyi görsə doyunca, yəni ki, doyunca doyana qədər demək istəyir də. Bu, yəni ki, bəs edənə kimi belə sözlərlə əvəz edə bilərik. 6 ilə davam edirik. Fe'l bağlama şəkilçisini hansı ilə əvəz etsəniz, şeirin qafiyəsinə və məzmununa xələl gəlməz. Bahar fəsli yaz ayları gələndə süsənli sümbüllü lalalı dağlar. Bahar fəsli yaz ayları gəlincə. Gələr gəlməz olmaz, madan da olmaz, ıb da olmaz. Ona görə ən uyğunu olan A variantı olacaq. Verilmiş fe'li sifətləri cümlədə işlədib yazın. Bu asandır. Məsələn, tələsən təndirə düşər. Yetişmiş alçaları yığdıq. Alınacaq kitablar siyahısını verdim. Əkdiyim ağac bar verdi. Qarşılanası qonaqları bizə tapşırıblar. Belə. Fe'llər seçib qrammatik məna növünü müəyyən edin. Baxaq. Deməli, günün sacaqları yayılır. Burada deməli məlumdur. Təslim olur. Yenə baxın, bu da məlumdur. Səslənir yamaçlar, səslənir dağlar. Deməli, baxın, səslənir yamaçlar, dağlar məlum yenə. İnsanı güldürür bu mənzərələr. Güldürür. Burada artıq icbar. Oğru qarğalara tüfəng atılır. Atılır. Baxın, burada artıq məchul. Qocalmış torpağa dərman qatılır. Qatılır. Bu da məhcul növdədir. Cümlələri cədvələ əsasən qruplaşdırın. Mürəkkəb cümlə, sadə cümlə. Nə Məşədi ağa, nə Əkbər yoldaş, nə onun ailəsi yatmışdı. Deməli, bu sadə cümlədir. Xəmri gündələyib yığır, yuxanı bir-bir yayıb süfrəyə qoyur, sacın qızmağını gözləyirdi. Deməli, bu da sadə cümlədir, çünki bir şəxsə aiddir. O gördü ki, Dədə bəy sərkərdə olmaq təklifindən razı qalıb.
Baxın, burada artıq 2 müddədə 2 xəbər gördük. Ona görə mürəkkəb. Uşaq ailəsinin səadət və sevincidir. Burada da sadə. Göyün üzü tutulur, yağış damcılayır, quşlar aşağıdan uçurdular. Burada baxın, hər birinin ayrı-ayrı mübtəda xəbəri var deyə mürəkkəb. Ovçu əlində tüfəng boz bir qayaya daldalanıb pusuya durmuşdu. Bu da deməli sadə cümlədir. Altına xətt çəkilmiş sözlər haqqında düzgün fikirləri seçin. Nə deyim, nə ad verim bu aləmdə mən sana? Al bu qələm, bu da kağız. Öz hüsnünü yazsana. Deməli, burada baxaq indi suallara. Birinci misrada verilmiş sənə əvəzliyinin qafiyə məqsədlə təhrif edilmiş olmuşdur. Bəli, bu doğrudur. Yəni ki, mən sənə nə deyim o mənada? Nə ad verim? İkinci misrada verilmiş yazsana feilin şərt. Xeyr, tamamilə yanlışdır. Şərt sasədir, heç burada sana yox deyə səhvdir. Hər iki söz sən əvəzini tələffüz formasıdır. Xeyr, bu da yanlışdır. İkinci sana indi görəcəyik nədir? Baxın, ədatdır. Ona görə də 1, 4 doğru cavabımız olmuş olacaq. Verilmiş köməkçi nitq hissələrini cümlədə işlədib yazın. Düzgün yazı qaydalarına əməl etməklə yanaşı müvafiq yerlərdə durğu işarələrini işlədin. Deməli, sanki bilirik ki, modal sözdür və özündən də əvvəlinə sonra vergül qoyulmur. Məsələn, sanki qaranlıq çökmüşdür. Burada heç bir durğu işarəsi olmayacaq. Doğrudan da modal sözdür. Cümləni məsələn əvvəldə işlətsək, doğrudan da mən sizə inanıram. Doğrudan da sonra vergül işarəsi olacaq. Daha sonra demə. Demə, məsələn, belə deyə bilərik ki, sən demə, onlar bizə gələcəkmiş. Belə. Daha sonra mı bilirik ki, sual ədatıdır. Özündən sonra sual qoyulacaq. Sən bunu bilirsənmi? Belə. Sana gördüyümüz kimi ədatlı söz formu, ədatlı ilə bayaqda gördük. Elə burada yazsana məsələn. Tək məsələn bənzətmə qoşması kimi istifadə oluna bilər. Məsələn, sənin tək qız gəlməz bu dünyaya məsələn belə. Ədat kimi də tək işlənə bilir. Bilirik ki, dədə həm bağlayıcı kimi, həm də ədat kimi də işlənə bilər. Məsələn, bağlayıcı kimi işlənsə, sən də bizə gələcəksən. Burada məsələn, dadə bağlayıcı kimi işlənmişdir. Beləcə izahlarımızın sonuna gəldik. Sonda əlaqə nömrəmizi xatırladım. 055 280 59 24 nömrəsində əlaqə saxlayaraq ödənişli və ödənişsiz dərs qruplarımızdan faydalana bilərsiniz. Dərslərimiz haqqında ətraflı məlumat ala bilərsiniz. Sizi 7-ci sinifi bitirmək münasibətilə təbrik edirəm. Növbəti illərdə sizə uğurlar arzu edirəm. Sağ olun.